Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Bu barədə Kaliber nəşri məlumat yayıb. Qeyd olunub ki, Ermənistanın son addımlarında Azərbaycana qarşı revanşist əhval-ruhiyyə hiss olunur və bu regionu yeni müharibəyə sürükləyə bilər. Bəs Azərbaycan əhalisi yeni müharibə ehtimalı haqqında nə düşünür? İllərdir ki, Rusların təkidilə bizim millət qırılır, torpağımız alınır. Mən vallah buna da inanıram ki, ne olsun udmuşuq. İndi başqa dövlətlər onlar kömək eləyir. Hər şey gözləyirəm ki, ola bilər müharibə. Yenə cavanlarımız qırılacaq. Bu bir siyasətdir. Balam, bizim düşmənimiz ermənidən çox Rusiyadır. Ona görə ki, bu haqsızlıqları bizə törədən Ruslardır. Buna mən belə fikir bildirirəm ki, yəni hər bir Azərbaycan vətəndaşı kimi biz də qorxmarıq, müharibə edərik. Yəni, Ermənistan əgər bu müharibəni fikirləşirsə, o böyük bir səhvlik eləyir. Heç nə eləyə bilməz, yanından yer olub keçə bilməz Azərbaycanın. Azərbaycan qalib ölkədir. Fikirləşirəm ki, həm bizim xalqımız, həm qarşı tərəfin xalqı bu münaqişəni artıq geridə qoymalıdır. Çünki hər iki tərəfin inkişafı üçün, regionda söz sahibi olmaq üçün müharibə geridə qalmalı və öz ölkəmizin, dövlətimizin inkişafına fokuslanmalıyıq. Çox çətinliklərlə, çox əziyyətlərlə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasa biz öz evimizdə yaşaya bilmərik. Çox sağ olsun. Allah ilhama can sağlığı versin. Onlar bir gücü çatmaz Azərbaycanla müharibə aparmağa. İkincisi onlar qorxaq millətdir. Azərbaycan xalqının qızlı, qadınlı, oğlanlı, kişi qeyrətli, namuslu, hamısı müharibəyə hazır. Onlarda nə oldu? Hamısı qorxaq qaşlar gizləndilər. Müharibə zad olmuyor, narahat olmuyor, hər şey qaydasında. Onlar sülhlə hər şeyi başa çatacaq. Avropada aləm qarışdıran, Makron da aləm qarışdıran, bəli. Azərbaycanı, Türkiyəni, cənab Erdoğan da eşitsə, sərhəddə açılar, hər bir şey də olar. Hər nə bahasına olursa olsun, yəni müharibənin qarşısı alınmalıdır. Çünki müharibədə yəni nə qədər qələbə qazansan belə itkilərin olacaqdır. Yəni biz də yəni gənclərimizin, yəni cavanlarımızın, onların ölümünü istəmirik. Çox insan yəni bu müharibənin olmasını istəmir.